Şəkildə gördüyünüz vətən oğlu parlamentimizin baş katibi və Araz Türk Cumhuriyyətinin inzibati naziri idi. Qırmızı şeytana qurban verdiyimiz 10 minlərcə oğullarımızdan biri də o idi. 2 əsrdir Azərbaycanın yaxasından düşməyən məlum düşmanın parazitləri onu o qədər bezdirdilər ki, təzyiqlərə dözə bilməyib özünü öldürdü. Bağır Kərbəlayı Ələsgər oğlu Rızayev İrəvanımızın Azərbaycana bir əmanəti idi. Amansızcasına əlimizdən də, tariximizdən də aldılar. Moskva Universitetinin hüquq fakültəsində təhsil almışdı. Günümüzün 35 yaşındakılarının əksəriyyəti bəsit problemləri həll etməkdən belə acizkən, bu igidə 35 yaşına qədər ən çətin dövrlərin birində dövlətin əhəmiyyətli işləri əmanət edilmişdi. Paytaxtı Iğdır olan Azərbaycan Xalq Cumhuriyyəti və Osmanlı dövləti arasında şərti olaraq yaradılan, ancaq tanınmayan Araz Türk Cumhuriyyəti adında bir dövlət vardı. Bu dövlət ermənilər Naxçıvanı işğal etməsin deyə qurulmuşdu. Bax elə həmin dövlətin inzibati naziri idi. 27 may 1918-ci ildə Müsəlman Sosialist bloku sıralarından Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rızayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə bir fikir bildirmişdir. Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar, mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik. Öz Azərbaycanınızın müstəqilliyini təmin edib bizi Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın. Məhəmməd Həsən Hacınski rəhbərliyində qurulması planlaşdırılan 6-cı hökumətdə sosialistlər daxili, xarici işlər və hərbi nazirlik postlarına Camo bəy Hacınski, Aslan bəy Səfi Kürdiski və Bağır bəy Rızayevi irəli sürmüş, lakin hökumət qurula bilməmişdir. Qırmızı şeytanın aprel işğalından hər nə qədər sağ qurtula bilsə də, bir müddət sonra ölkəyə geri dönmüş, ancaq siyasi təzyiqlərlə baş edə bilmədiyi üçün 1927-ci ildə canına qəsd etmişdir. Ruhu şad olsun.